Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 84, 76, 69, 63, 57, 52 ədədlər ardıcıllığı verilir və biz də verilmiş bu ədədlər arasında qanunauyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn ədədi tapmalıyıq. İlk öncə 84, sonra 76 gəlir. Deməli, 84-dən 8 çıxanda 76 olur. 76-dan 7 çıxanda 69 olur. 69-dan 6 çıxanda 63 olur. 63-dən də 6 çıxanda 57 olur. 57-dən 5 çıxanda 52 olur. Baxırıq ki, burada birinci 8, sonra 7, sonra 6, sonra 6 və 5 vahid azaldı. Əgər 8, 7, 6, 5, 4 bu formada davam etsəydi, deməli, hər çıxılan ədəd getdikcə azalırdı bir vahid. Amma burada tam fərqlidir. Burada 6, sonra 6 gəlib qanunauyğunluğu pozur. Amma biz diqqətlə baxırıq ki, bu çıxılan ədədlər, məsələn, birincidə 8, 84-ün onluq hissəsidir. İkincidə 7, 76-nın onluq hissəsidir. Üçüncüdəki 6, minus 6, 69-un onluq hissəsidir. Növbəti 6, dördüncü olan 6, 63-ün onluq hissəsidir. Növbəti 5 isə 57-nin onluq hissəsidir. Deməli, bu qanunauyğunluqla davam etsək, 52-nin də onluq hissəsi 5-dir və minus 5 olacaq. 52-dən də 5 çıxanda 47-dir. 47 də D variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.